17-ci xalq adından seçilmiş xalq düşməni. Bu Qəhrəmanov Göydəniz İbrahimoğludur. Bunun məsələsi ümumiyyətlə dəhşətli dostlar. Bu insanların, bu şərəfsizlərin, bu ləyaqətsizlərin sadəcə olaraq gündə insanların, yəni Azərbaycan insanlarının bu qədər təhqirinə, bu qədər dəki söyüşünə niyə özlərini məruz qoyurlar, mən başa düşmürəm. Məsələn, bu Qəhrəmanov Göydənizin tərcümeyi halına baxanda insan dəhşətə gəlir. Bir sətirdən ibarət. Baxın dostlar, bu Azərbaycan Milli Məclisinə qara ləkədir. Bu ümumiyyətlə dəhşətdir. Bu, yəni o qədər təhlükəli adamdır ki, hətta yaşadığı yerin adını yazmaq və yaxud da deyək ki, neçənci ildə falan ona qədər. Bax. Deməli, Göydəniz İbrahimoğlu Qəhrəmanov 79-cu ildə Bakı Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Milli Məclisi 7-ci çağırış deputatı. Yazıb həyatı 2024-cü il oktyabrın 8-də Azərbaycan-Tayland parlamentləri arası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilir. Bu da həmən bu Göydəniz deyək ki, Qəhrəmanovun Wikipediyada yerləşdirdiyi deyək ki, həyatı ilə bağlı materiallar. Deməli, bu Ağarğa məndə qoz var deməkdir dostlar. Təsəvvür edin. Bu əgər gizlədirsə ki, bu kimdir, kimlərdəndir, nədir? Deməli, bu çox təhlükəli və şərəfsiz bir adamdır. Deməli, Azərbaycan Turizm Assosiasiyasından bağlı olan məsələlər hamısı bunun əlindən gəlir, keçir. Baxın, mən bunun ancaq turizmlə bağlı yazılarına falanlara baxdım. Yəni, bu demək olar ki, deputat kimi, deyək ki, və yaxud da deyək, başqa şeylərdən danışmaq söhbəti yoxdur. Deməli, nə yazır bu? Balaca bir hissəni götürmüşəm. Deməli, bu ərəblərin Azərbaycana gəlməsində bir nömrəli xidmət olan şərəfsizdir bu. Azərbaycan Turizm Agentlikləri Assosiasiyası İctimai Birliyi olaraq Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən ciddi turizm şirkətləri arasında əlaqələrin genişləndirilməsi Birləşmiş Ərəb Əmirliyinin böyük turizm şirkətlərinin ölkəmizə dəvət edilməsi üçün ilkin addımlarımızı atacağıq. Bunu Azərbaycan İqtisadiyyatı Telegram kanalına Azərbaycan Turizm Agentlikləri Assosiasiyası İctimai Birliyi İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov deyib. İndiyədək Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında viza rejiminin tətbiqinin turistlər üçün vaxt itkisinə səbəb olduğunu söyləyən Qəhrəmanov, səyahətçilərin artıq bu problemlərlə üzləşməyəcəklərini, iki dövlət arasında viza rejiminin ləğvinin ölkəmizə gələn turistlərin sayında çox böyük artıma səbəb olacağını bildirib. Son illərdə elektron vizaların alınması Azərbaycana turistlərin axınını gətirib çıxarıb. Vizaların ləğvi isə turistlər üçün yeni imkanlar açır. Yay aylarında hava isti olduğunda Birləşmiş Ərəb Əmirliyinə səfər edən turistlərin sayı çox olmur. Amma oradan Azərbaycana gələn turistlərin sayı çox olacağı gözlənilir. Çünki Birləşmiş Ərəb Əmirliyinin turistləri əsas səfərlərini yay aylarında edirlər. Bu o turistlər ki, mehmanxananın ortasında fontanın içinə girib işlərini görmüşdülər və bunu da bütün internetə yayılmışdı. Bax, həmən bu Göydəniz Qəhrəmanovun fəaliyyəti ondan ibarətdir və Milli Məclisdə dəxli yoxdur. Gəlir, oturur, bir 8-9 minini ayda alır. Heç, deyək ki, deputat kimi falan, bir dənə deputat kimi bir şeyini gördüm ki, güya ki, deputat kimi, deyək ki, seçicilərinlə görüşür. O da səssiz musiqi ilə. 5-6 adamı yığıb oraya, İlham Əliyev necə o əsabələrlə şəhərdə gəzir, ətrafda da telexanat edirlər. Onun kimi öz adamlarını töküb oraya, güya seçicilərdən təşkil edib və seçicilərlə görüşür. Bax, budur, həmən bu şərəfsizin, bax, sən onsuz da turizm məsələsində qazandığını qazanırsan, indi yəqin ki,
İlham Əliyevin əqrabalarındandır və ya oradan yəqin kimdənsə qohumluğu var, qız alıb, nə poğuyub, bilmirəm. Amma hər halda yəni tərcümə halının belə gizlədilməsindən məlum olur ki, yəqin onlardandır. Başqa cür fikirləşmək mümkün deyil. Bir adam ki, tərcümə halının yerinə deyək ki, Azərbaycan-Tayland parlamentlər əlaqələri üzrə işçi qrupunun rəhbəri seçilib yazsın, ona nə deyəsən də? Yəni, bundan artığına layiq deyil. Yəni, Azərbaycan deyək ki, Milli Məclisində, dostlar, Milli Məclisində deyək ki, 17-ci şərəfsiz deputat Qəhrəmanov Göydəniz İbrahimoğlu. Budur. Bizim haqqımızı, xalqımızın, dövlətimizin, ölkəmizin haqqını oğurlayan gədələrdən biri də bax həmin bu Göydəniz Qəhrəmanov İbrahimoğludur.